Adam var ki, sinifə girəndə bilir, ailə, diz otur. Müəllimlər də ləhcə ilə danışmamalıdır. Oturmalıdır, günlərlə məşq eləməlidir, oxumalıdır. Heç bir valideyn müəllimdən qorxmur. Müəllimlər valideynlərdən qorxur. Bugünkü qonağımız Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair və pedaqoq Kəmalə Abiyevadır. Onu xatırlamaq üçün təkcə Məktəb illəri mahnısının adını çəkmək kifayət eləyir. Xoş gəlmisiniz Kəmalə xanım. Gəlin elə nostalji bir girişlə başlayaq söhbətimizə. Hər kəs sizi əslində sizin sözlərinizlə tanıyır. Çünki Məktəb illəri mahnısı başda olmaqla bir çox məşhur mahnıların sözlərini siz yazmısınız və sizin öz dilinizlə desək, sözünüz özünüzdən daha çox tanınır. Məktəb illəri mahnısı da çox sevilən bir mahnıdır. Gəlin elə buradan başlayaq ki, o hansı duyğularla yazıldı ki, belə təsiri oldu və insanlara sirayət eləyə bildi? Görürsünüz, yenə həmin fikirlə başlayırıq. Şairin sözü özündən məşhur olar. Ona görə də sözü özündən məşhur olan müəllif kimi sizin tamaşaçıları, bizə baxanları, baxmayanları, məktəbi sevənləri, məktəb illəri mahnısını sevənləri hamını salamlayıram. Və məncə bu duyğuları hamı yaşayır. Məktəbi hamı sevir. Düzdür, indi biraz o hiss elə bil azalıb. Yəni, uşaqlar məktəbə elə də ürəklə getmirlər, davamiyyət problemi olur. Amma biz çox sevinə-sevinə gedərdik. Bizim üçün evdə cəza məktəbə getməmək idi. Məsələn, anam hirslənəndə deyirdi ki, sabah məktəbə getməyəcəksin. Bu ən ağır cəzası sayılırdı. İndi o əhəmiyyətini itirib. Amma İnsanlar ən xoşbəxt olduğu dövr onların uşaqlığıdır, məktəb illəridir. Çünki bilmədən biz o illəri yaşayırıq. Qədrini bilmədən də belə deyək. O xoşbəxtliyi o qədər də duymadan. Mən elə şagirdlərimə də baxırdım. Fikirləşirdim ki, bunlar necə xoşbəxt olduqlarını bilmirlər. Adi bir şeydən, məsələn, tutaq ki, bir müəllim də oradan da acıqlandısa, görürsən, qaş-qabağını tökdü, çıxanda qapını belə çıxdı, sağ ol demədi. Düzdür, onlar peşman olurlar, sonra gəlirlər, üzr istəyəni olur. Amma o anda, məsələn, mənə qəribə gəlirdi də olan hərəkətləri. Mən heç vaxt elə şeylərə açıqlanmazdım, onlara irad bildirməzdim. Çünki başa düşürəm ki, o yaş dövrünün xüsusiyyətləridir bu. Və onlara baxa-baxa deyirdim ki, adam şagird olanda bilmir, sonra bilir o necə xoşbəxtdir. Və sonraki illərdə də bir şagird yoldaşımı gördüm ki, bir yerdə oxumuşduq. O elə dəyişmişdi ki, halbuki məktəbdə ən belə də üzdə olan şagirdlərdən hesab olunurdu. Gözəl şeir deyirdi. O gözəl səsi batmışdı. Baxdım, fikirləşdim, insan bilmir necə olacaq taleyi. Amma məktəbdə hamı eyni hüquqludur, eyni geyimdədir. Həqiqətən də adama elə gəlir ki, hamısının ölçüsü birdir, hamısı gözəldir. Yəni, o duyğular bu şeiri yazdırdı. Anlayıram. Gəlin bu barədə danışaq. Siz həm də pedaqoji fəaliyyətlə məşğulsuz, təkcə şairə deyilsiniz. Bir pedaqoji fəaliyyətlə məşğul olan insan kimi sizcə əvvəllər müəllimi çox istəyirdilər və hər kəs can atırdı ki, müəllimlik peşəsinə yiyələnsin. Amma indiki gənclər model olmaq istəyir, bloger olmaq istəyir və s. Sizcə bunun səbəbi nədir? Yəni müəllimlərə inanma azalıb, ümumiyyətlə niyə insanlar əvvəlki müəllimləri daha çox arzulayırlar, nə ki indikilər? Yenə gələcəm öz şeirimin üstünə, ona görə ki, ondakılar həm məktəbi, həm müəllimlərini daha çox sevirdilər. O sevgi azalıb. Uşaqlar elə bil ki, biz məktəbə getməyə can atırdıq. Pedaqoji mənim bu məktəb illərini yazmağıma səbəb həm də müəllim olmağımdır. Müəllim kimi apardığım müşahidələr, gördüyüm o şagird həyatı bu şeiri yaradıb. Mən bu yerdə istəyərdim ki, elə məktəb illəri şeirini mən heç vaxt oxumamışam öz səsimdən. Yəni, mahnı kimi eşidib ilk dəfə insanlar onu. Baxmayaraq ki, ilk kitabımda da çıxıb o şeir və çox uğurlu olub bu kitab. Orada
olan şeirlərin bir çoxu məşhur mahnıya çevrildi. Aygün xanım hansı sözlərə mahnı yazdısa, hətta burada Özün günahkarsan da ilk dəfə burada çap olunub. Hamısı məşhur oldu. Çox istəyərdim məktəb illəri mahnısını bizim tamaşaçılar ilk dəfə eşitsinlər müəllifin öz dilindən. Geyimimiz, hüququmuz biridir. Şagirdir də hamımızın adı da. Elə bil ki, boyumuz da eynidir. Aman Allah, nə xoşbəxtlik biz onda. Bir müəllim töhməti idi dərdimiz. Bu töhmətdən için yanardıq. Hələ onda bilmirdik ki, bunu biz bir gün necə həsrətlə anarıq. Bu dünyada eyni rəngdə bizim üçün təkcə yazı lövhəsi idi elə bil. Al əlvandı ötən günlər, saatlar. Yamyaşıldı ömrümüzə gələn il. Yazılanı bir silgi ilə pozmaq da bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ tale yazan, pozulmayan yazıdan. Hərdən dərsə gecikəndə bilməzdik, gecikməyin əzabları necədir? Hansı dərsi danışsaydıq o saat, bilərdik ki, qiymətimiz neçədir? Bu dünyanın bütün varı dövləti bizim üçün bir çantaya sığırdı. Eyni yolu qət etsək də hər səhər, bu yollardan sanki sevinç yağırdı. Bir məktəbin binasıydı yuvamız. Neçə evdən bir ünvana gəlirdik. Bu binanı ən möhtəşəm, ən gözəl saraylardan doğma üstün bilirdik. Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi. Hələ onda kədərimiz bir damcı, hələ onda sevincimiz çox idi. Hələ dünya bizim üçün nağıldı. Min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıldı, özümüzü nə bəxtəvər sanırdıq. Geyimimiz, hüququmuz biridir. Şagirdir də hamımızın adı da. Elə bil ki, boyumuz da eyni idi. Aman Allah, nə xoşbəxtlik biz onda. Məktəb illəri. Ömrümün ən şirin, ən ülvi, ən əziz günləri. Hər anı bir ömrə bərabər, qayğısız, ən təmiz günlərim. Təşəkkür edirik, çox sağ olun. Mən təşəkkür edirəm, bu şəraiti yaratdınız mənə. Müəllimin hörməti çox idi. Müəllim ümumiyyətlə müsbət qəhrəman kimi təbliğ olunurdu. Biz artıq məktəbə, indi də var, sevinclə hazırlaşırlar, birinci siniflərə getməyə, gözləyirlər sentyabra. Amma onda müəllim bizim üçün müqəddəs idi. Biz müəllimlərimizi belə başqa bir sevgi ilə sevirdik. İndi elə deyil. İndi bu sevgi azalıb və həm cəmiyyət dəyişib, quruluş dəyişib. Sosializmdən kapitalizmə keçmişik. Həm də müəllimlər özləri günahkar olub. Yəni, mən düşünürəm ki, müəllim dünya görüşlü olmalıdır. Çünki müəllim vətəndaşı yetişdirir. O vətəndaşlar cəmiyyəti yaradır. Biz cəmiyyət deyirik. Cəmiyyət necədirsə, onun üzvləri deyil olur. Yox, üzvlər necədirsə, biz insanlar necəysə, bizim cəmiyyətimiz o cür olar. Çünki cəmiyyət bizi yaratmır, biz onu yaradırıq. Və o cəmiyyəti yaradan insanlarda müəllim yetişdirir. Müəllim nə qədər dünya görüşdə olsa, o qədər də yaxşı şagird yetişdirəcək, vətəndaş yetişdirəcək. Məsələn, dünən mənə bir xanım yazıb ki, Kəmalə xanım, kaş ki bütün qızların anası sizin kimi dünya görüşlü və savadlı olaydı. Bugün səhər bir şagirdim yazıb ki, bir paylaşımdan sonra, siz bizə həyatı öyrədirdiniz. Yəni, mən fizika müəlliməsi olmuşam, amma bəzən fizkan uşaqlar bir sinifdə 3 nəfər, 5 nəfər uzaq oxuyur. Mən onlara bütün günü bu fizkanı öyrənin deməklə mən onlara həyatı. Bəzən dərsi qoyurduq, söhbət eləyirdik, bəzən hansısa bir əsəri müzakirə eləyirdik, bəzən kimsə bir problemini deyirdi. Qabaq müəyyən saatlar var idi, dərsdən kənar
təşkilat saatları. Bilməm, indi keçirlər yoxsa yox. Təsəvvür edin ki, mən onu keçirdirdim. Hətta cədvələ də yazdırmışdım. Uşaqların gündəliyinə də yazdırmışdım. Yəni ona riyaziyyat kimi, ədəbiyyat kimi, fizika kimi bir dərs hesab edirdim. Hətta daha mühüm. Uşaqlar elə həvəslə gözləyirdilər. Hətta deyirdilər, müəllimə 2 dəfə keçək, çox keçək. Başqa siniflərdən gəlib bizim təşkilat saatlarında oturdular. Deməli, müəllimin özündən asılıdır da, müəllim maraqlı eləməlidir. Həm də əvvəllər, Ayşən xanım, mən bilirdim ki, pedaqoji instituta gedirəm, bir ixtisas seçirəm və müəllim olacam. İndi necə eləyirlər? 15 ixtisas seçə bilər. Balı Murad, heç kəs, baxın, heç kəs, çox az olar ki, gedək, bax, yoxlayaq. Pedaqoji institutun tutaq ki, ədəbiyyatını yazıb, fizikasını yazıb, riyaziyyatını yazıb. Birinci qrupda sənaye institutunu yazır, inşaat institutunu yazır, yəni hara düşür. Sonra keçir balı ən aşağı axırda yazır pedaqoji universiteti ki, orada müəllim ola bilər. Deməli, adam müəllimliyi sevmir. O sevməyə gəlib nə sevgi aşılayacaq, nə də özünün sevilməyinə çalışacaq. Əsas fərq oradadır. Məncə müəllimliyi 5 seçim versinlər. Ancaq müəllimliyi 15 seçim verməsinlər. İstəyir, versin pedaqoq. Kim birinci yazıbsa onu da qəbul eləsinlər. Qoy 5 nəfər qəbul olunsun, 10 nəfər. Amma müəllimliyi sevər. 15-ci yerdə müəllimliyi yazıbsa onu qəbul eləməsinlər, balından asılı olmadan. Növbəti sualımı sizə ünvanlamaq istəyirəm. Müsahibələrinizin birində belə bir fikir bildirmisiniz ki, müəllimləri sosial şəbəkədə müzakirəyə çıxarmaq ən böyük səhvimiz oldu. Müəllimlər tənqidlərdən laqeydləşdi. Müəllim şagirdə sərt davrananda valideynlər dərhal reaksiya verirlər. Bilmək istəyirik ki, siz doğrudur, bayaq vurğuladınız ki, şagirdlərinizlə çalışırsınız ki, dost münasibəti qurasınız. Siz özünüz bu halla rastlaşmısınız ki, yəni ki, hansısa valideyn gəlsin, sizə bildirsin ki, uşağımla elə yox, belə rəftar edin və s. Çünki pedaqoji uzun bir fəaliyyət yolunuz olub. Bəli. 45 il pedaqoji. Hansı hallarla rastlaşmısınız? Yəni olub, çox az olub. Çünki mən onu elə özümü tərif kimi çıxır. Mən onu elə üsulla eləyirəm ki, uşaq özü günahkar olduğunu anlasın. Və uşağa dəqiqədə qışqırmaq, hər şeyi nöqsan tutmaq da səhvdir. Uşaq olub ki, məsələn, əlində çay gəlib tutaq ki, mən icazə verirəm ki, onlara çay içmək istəyirsinizsə, içində tənəffüsdə vaxtı çatmadığı adam gətirin ev yox, sinifdə için. Dəhlizdə qoymurlar axı, bax, növbətçi. Məsələn, eləsi var, gəlir belə yanında tutur, girir, arxada deyirəm, otur iç. Eləsi uşaq olub ki, belə gəlib, belə gəlməcə. Yəni, mən ona heç nə deməmişəm, demişəm, mən lap yaxşı, ged otur, çay iç. Yəni, uşaqlar bunu bilirdilər, amma elə olub ki, bəli, uşağa bir hadisə yadımdan çıxmır, 2 hadisə daha doğrusu. Bir uşaqla olub konflikt kimi də, belə deyək, uşaq mənə cavab qaytarmaq mənim üçün ən ağır hal olub. Uşaq mənə cavab qaytarmağı mənim, yəni o həddə çatdırmamışam. Başqa sinifdə oxuyurdu, ona nəsə dalaşırdılar, çıxdım, bir münasibət bildirdim, uşaq mənə belə kobudcasına nəsə cavab verdimi, nə oldu, yadımda deyil. Onda valideyn gəldi, sadəcə olaraq dava eləmədi heç o. O gəldi ki, siz Tərxanın xətrinə dəymişsiniz filan. Çünki onun 2 qızına dərs demişdim. O məni yaxşı tanıyırdı. Və uzun müddət orada işlədiyim üçün artıq ilk ildən sevgi qazandım da, belə deyil. Amma bir dəfə bir valideyn gəldi, uşaq başqa məktəbdən gəlmişdi. Etiraz elədi ki, bəs mənim oğlum 5-ə bilirsiniz, ondan yaxşı soruşmamısınız, nə bilim, uşaq evdə 4 vermişdim, uşaq evdə yalan demişdi də ki, mən dedim, gəlin, oturun, baxın, belə biraz əsəbi gəldi. Baxdım, ancaq mən qəti əsəbiləşmədim. Dedim, mənim evladım yerindədir, cavandax indi valideynlər. Dedim, gəlin, oturaq, bax, bu sinif, bu siz, soruşun, görün. O mənə necə cavab verdi. Mən ona əli güzəşlə 5 aldığı üçün 3 yazmadım, 4 yazdım. Sonra oğlan gəldi, məsələn, üzrhaqlıq elədi, valideyndi. Amma əslində kaprizli valideyn idi. Çünki məndən sonra uşaq mənim ən axırıncı dərs dediyim siniflərdə oxuyubdu. Sonra mən getdim, onların buraxılış
buraxılışını görmədim də. Məndən sonra bəzi müəllimlərlə konfliktdə olub. Amma burada biraz da müəllimin özündən asılıdır. Burada müəllimlərdə günahı nədə görürəm? Müəllimlər bəzən yaxşı oxuyan uşaqlara güzəşt eləməkdə elə bil əziyyət çəkirlər. Məsələn, uşaq birinci qrupa gedir. Olub ki, mən öz sinifimdə dərs deyən müəllimlərə də demişəm. Tarix müəllimi bundan yaxasından yapışır ki, sən hökmən bu dərsləri hər gün mənə cavab verməlisən. Onsuz da sistem elə qurulub ki, elə bil başqa fənlər ikinci dərəcəli olur da. Biraz da sən özünü niyə hörmətdən salırsan. Tarix dərsini yaxşı oxumursa, belə də normal oxuyub öz qiymətini alırsa, ver də bir qiymətdə lap yuxarı ver. İndi düz deyək, hamısı repetitorların yanına gedirlər. Sonra da ki, o kesinlikle summativ qiymətləndirmələr var falan. Amma yenə də məsələn mən həmişə demişəm, həmişə də eləmişəm, sözümə əməl eləmişəm. Demişəm aşağı siniflərdə fizika əvvəl 7-dən keçilirdi, sonra 6-dan elədilər. Yəni əvvəl də 6-dan idi, sonra 7-dən elədilər, indi təzədən 6-dan. Yəni göz Təhsil Nazirliyi özü də bilmir də. Elə bu fizika 6-dan keçilirdi də. Sonra bunu 7-dən elədilər. İndi təzədən 6-dan eləyirlər. Yəni bir fikirləşin, sonra bu qədər qarış. Məsələn, deyirəm kim 6, 7, 8, 9, 10 yaxşı oxuyubsa, 11-ci sinifdə məsələn 5 alıbsa, mən ona 5 verəcəm. Oxumasa da. Bunu açıq aydın deyirəm. Amma müəllim var ki, ona nəsə uşaq hörmət eləyir, nəsə eləyir. O uşağı əzizləyir, ona artıq qiymət yazır. Və müəllimlərin nüfuzunun düşməsinin ən mühüm səbəbi budur. Onlara olunan hədiyyəni təşəkkürdür bu. Bir valideyn gəlirsə, mənə qəşəng hədiyyə alıb gətiribsə, o mənə təşəkkür edir, mən onun evladının zəmin. Mən onun uşağı savaları, orada oynasa, dərs oxumasa, kimisə haqqına girsə, mən onu müdafiə eləsəm, bu olur rüşvət ki, sən sus. Beləcə də biz uşaqlara bunu təlqin eləyirik. Yəni, uşaq məndə heç vaxt onu görməyib. Bura gəlmədən öncə məktəbə girdim. Məsələn, bir xeyli məni saxladılar ki, sizdən bunları öyrənmişik, düzlüyü öyrənmişik, dürüstlüyü öyrənmişik. İndi bir kolleqam var, deyir ki, mənə deyirlər ki, kəmaləlik eləyirsən. Bəziləri, yəni bəzilərinə xoş gəlməyən müəllimlər də var idi ki, bu yəni almayın deyirsən də, deyirsən almayın, pis uşaqdan, oxumayan uşaqdan, sabah gəlib üstümüzə hücum çəkən valideynlərdən heç nə götürməyin. Özünüzə rüşvətxor adını, o bizə heç bir müəllimi dövlətli eləmir, bilirsiniz, heç bir müəllimi, o valideyn. Repetitorluqdan yenə, amma o bayramda gələcək 5 nəfər valideyn sənə, tutaq ki, 3'ə 50 manat verəcək, 2'si hədiyyə alacaq, sən ondan heç nə olmur, sənə. Milyoner olmursan, heç nə ümumiyyətlə olmur. Adın qalır rüşvətxor. Qoy qalsın ki, ayalı, bu alan böyle, bununla problemim tək olmasın. Anlayıram. Kəmalə xanım, indicə qeyd elədiniz ki, sistem elə qurulub ki, bəzi problemlər yaşanır hal-hazırda təhsil sistemində. Bu problemlərdən biri də uşaqların hazırlığa getməyidir. Yəni, məktəbdən kənar dərslə məşğul olmağıdır pul müqabilində. Bununla bağlı da danışaq istəyərdim. Sizcə, repetitorluq olmadan heç kəs universitetə qəbul ola bilməz ki? Niyə olmur ki? Mən olmuşam da. Məsələn, mən ədəbiyyata gedirdim, ədəbiyyat fakültəsinə. Anam dedi ki, yox, fizika riyaziyyata getməlisən. Onda fizika riyaziyyat bir yerdə idi. Biz qəbul olunda ayrıldı. Apardı sənədlərimi fizika fakültəsinə verdi. Mən əlaçı idim. Fizika fakültəsinə qəbul olundum. Hətta cavab vermək istəmirdim. Belə müəllimlər hiss elədi ki, mən riyaziyyatı bilirəm. Misalları o saat həll elədim. Sualdım. Yəni, yazı imtahanında vərəqimə ağ verməyə utandım. Yazı. Ədəbiyyat imtahanından ümumiyyətlə vaxtı çətin idi. Vermirdilər. 5'də 4 vermişdilər mən. Yəni, indi biz günahkar müəllimlər deyil. Mən həmin uşaqlara dərs deyirəm. Uşaq mənə qulaq asmır. Yəni, lazımı qədər oxumur. O, müəllim gəlir, valideyn gəlir, mənə ki, onu hazırlaşdırım. Mən valideynə 10 dəfə deyirəm ki, mən həmin dərsi sinifdə keçirəm. Artıq heç nə demirəm. Biraz da sənin uşağın dərsdə də oxusun bunu, daha yaxşı bilmək üçün. Oxumurlar. Həmin müəllimin yanına aparır, hazırlığa qoyur, pul verir.
Bu var bizdə. Biraz bəhsə girirlər. Amma ümumilikdə repetitorluğun əleyhinə deyiləm mən. Sinifdə 20-25 nəfər olur. Hamısına eyni səviyyədə çatdırmaq olmur. Bəzi uşaqlar, siz seçilmiş lisey məktəblərə baxmayın. Hətta onların da uşaqları hazırlığı gedir. Hamısı. Özü onlar daha baha qiymətə məşğul olurlar. O pullu məktəblər daha baha qiymətə məşğul. Dövlət məktəblərində bizim uşaqları seçmək hüququmuz yoxdur. 25 uşağın 10'u babat oxuyur. 15'i yəni sən o birinci qrupa gedir, ona fiska lazımdır. Onunla ayrıca məşğul ola bilmirsən. Həm də qədimdən olub da yaxşı imkanlı ailələr, oxumağa qiymət verən lap kasıb ailələr uşaqlarını göndərib kənddə, rayonda, mahalda bilən bir adamın yanına ki, ona savad öyrətsin, ona hərfləri öyrətsin. Yəni, bu qədimdən olub. Sadəcə onu da hörmətdən salmışıq. Onu da müəllimlər elə eləyirlər, uşağa güclə 3 verirlər. Güclə başqa müəllimin yanına gedirsə ona 5'ini yazmır ki, başqa mənim yanıma gəl. Bu şeylər həm müəllim təhsil sisteminə hörmətdən salır, həm də müəllimlərin özünə olmasa yaxşıdır. Qeyd elədiniz ki, əvvəllər də var idi belə şeylər, amma indi daha çox sanki elə ki, hazırlığa getmədən uşaq qəbul ola bilməsi belə bir psixologiya ilə uşaqlar formalaşıb və baxırsan ki, dərsdən evə gəlir, geyimini dərhal dəyişir və gedir müəllimlərin evinə. Yəni ki, evdə hansısa müəllimin evində o xörək qoxusunu qoxuyaraq sizcə dərs öyrənmək mümkündürmü? Yox, bilirsiniz, bunu elə bil ki, bir növ işə çeviriblər, adətə çeviriblər. Uşaq hökmən qaça-qaça gəlməlidir, soyunmalıdır, bir stəkan yalandan çay içməlidir, ki, bu hazırlığa gedir. Niyə? Hazırlığa getmək olar ya. Siz məsələn, mənim anam riyaziyyat fiskanı qurtarmışdı. Bizlə yayda məşğul olurdu. Mənlə yox, mən çünki ədəbiyyata özü. O da mənə heç nə demirdi. Amma fizika, riyaziyyatda nömrə 1 idim də məktəbdə, öz buraxılışımızda. Məsələn, bacım BFAK-a hazırlaşırdı, özü getdi, girdi. Hətta ona 4 vermişdilər. O, orada dava salmışdı ki, mən 5 istəyirəm. Yəni, indi BFAK-a girmək görün, nə qədər çətindir, universitetin biologiyasına girmək. O birisi xalq təsərrüfatına getmişdi, yüksək balla qəbul olmuşdu. Məsələn, riyaziyyatdan misallar eləyirdilər. Yəni, 1 ay, 2 ay, 3 ay belə kimin ki, valideynləri savadlıdır, kimyaçıdır, fizikdir, ədəbiyyatçı. Bunlar övladlarına kömək eləyirdi. Ayrıca müəllimlərin yanı, amma onlar indiki kimi 2 il, 3 il getmirdilər. Siz onlar 3-4 ay gedirdilər. Amma indi ona görə ki, valideyn özü nəzarət eləyirdi, uşağı oxusun. Ayşə xanım, burada məktəb günahkar deyil. Müəllimlər zəif dərs keçə bilər. Mən uşaqlara deyirdim ki, valideynlərə də deyirdim adətən ki, ən zəif hesab elədiyiniz müəllim də uşağınızdan çox bilir. Məsələn, fizikanı oxumağa gələn uşaq məndən necə çox bilə bilər? Tutaq ki, mən orta səviyyəli müəlliməm. Mənim öyrətdiyimi, dediyimi öyrənsin hələ, sonra keçər, mən bəyənməz, gedər hazırlığa. Yox da axı. İndi mən valideynə deyirəm ki, uşağımın başı yaxşıdır. Bax, mən illərin bunu deyirəm sizə, son illərin təcrübəsində. Niyə ona qoymursunuz? Dəftəri yox, kitab oxumur, bilmir nə keçir. Deyir ki, ay müəllimə hazırlığa qoyacam. Deyirəm, ay bala, niyə hazırlığa? Kasıb adamsa, niyə boğazından kəsib? Qoy 7-ni oxusun, 8 oxusun, 9 oxusun, 10 oxusun. Heç olmasa 11-də qoy da. Sən bunu 9-cu sinifdən niyə hazırlığa qoy? Yox, bir təhər qoyacam. O qədər elə uşaqlar var, pullar çölə tökülür, heç qəbul ola bilmir. Axı, bunun başı yoxdursa, bunun bir növrəsi yoxdursa və mənim çox olub təcrübəmdə kasıb ailə uşaqları və yaxud prinsipial uşaqlar. Vallahi, mənim ilk ilin şagird o vaxtdan oğlan indi işləyir, anası da bizlə işləyirdi. Poliklinikamızda bu saat diş həkimidir, Seymur adında olan idi. Anası həmişə deyir ki, o heç fizikadan hazırlığa getmədi. Öyle sinifdə öyrəndiyimizlə hazırlaşdı. Olur ki, bir kimyadan biraz kömək lazımdır, olur ki, yəni, amma valideynlər qoy uşaqlarına nəzarət eləsinlər. Uşaqlara 1, 2, 3-də qapıdan qovuluyuruq, pəncərədən gəlirlər ibtidai sinifdə. Yuxarı sinifdə bunları tapa bilmirik. Gəlindi 8-də, 9-da görə valideyn gəlib, kamera qoydururlar, bizdə də qoydurmuşlar. Bir gün gəldim ki, direktora ki, neçə valideyn baxır ona. Sonra olan ayrı-ayrı siniflərdə qrup halında, WhatsApp-da danışırlar da. Dedim, neçəniz baxmısınız? Çox deyirdilər ki,
O bayaq sual verdizə ki, belə valideyn, o valideynləri tanıyıram, amma mənlə işləri tutaq ki, olmur da. Çox şagirdim olmuşdu artıq. Dedim, sual verdim ki, neçəniz baxırsınız kameralara? Heç kəsin səsi çıxmadı qrupda. Niyə? Çünki baxanda öz uşaqlarını görürlər axı. Öz uşaqlarının oxumamağını görürlər, dərsə maraq tənəffüsdə məktəbi dağıtmaqlarını görürlər. Ona görə sonra kamera söhbətini yığışdırdılar. Bir də pandemiya dövrünə baxaq. Dərs keçirdik onlayn. Neçə uşaq girirdi? 3 nəfər, 5 nəfər, uzağa 10 nəfər. Evdə 2 uşağına nəzarət eləyə bilmirdi ki, o onlayn dərsdə otursun. Amma bizi nəzarət eləməyi bacarırlar. Mən çox günaha valideynlərdə görürəm. Kəmalə xanım, valideynlər əvvəllər istəyirdilər ki, onun övladı daha yaşlı, təcrübəli müəllimlərin şagirdi olsun. Lakin son vaxtlar sosial şəbəkələrdə görürük ki, gənclər gedirlər hansısa bölgələrdə çalğıçını hətta xatırladırlar, gedirlər müəllimlik edirlər, yeni metodlarla, daha şövqlə çalışırlar. Bu barədə də fikirlərinizi bilmək istəyərdik ki, gənclərin müəllimliyi ilə bağlı nə düşünürsünüz? Gənclər çox yaxşı, eləsinlər də. Mən də gənc olanda təyinatla getmişəm, işləmişəm. İndi Müşfiq qəsəbəsi adlanır, onda Vadakaçka deyirdik. Bakıda yaşadığım üçün ora verdilər də mən təyinatımı Bakıya da Abşerona. Elə mən çalğışı nədir? Mən oldum Almaz. Getdim onları məktəbə yığdım, evlərindən çıxartdım. Orada heç bir sinifdə 4 uşaq, 3 uşağın adı var idi. 8 illik məktəb idi. Həm riyaziyyat, həm fizika dərslərini deyirdim də, fizika az idi axı. Özü də Masazır məktəbinin filialı sayılırdı. Təsəvvür edirsiniz, onları konsertə gətirirdim, tamaşaya gətirirdim. Hətta mənə orada yerli, orada yaşayan müəllimə var, ibtidai sinif müəlliməsi deyirdi ki, sən cavan, təsəvvür edirsiniz, 20 yaşında şəhərdən gələn qız, sən cavan, gözəl qızsan. Bu kənd uşaqlarını ayağında qalır, götürürsən, aparırsan şəhərə. Sırqa aparmışam onları, orada gətirmişəm, eləsi olub, qulağı xəstə olub, gətirmişəm həkimə. Yəni, çox həvəslə, məsələn, mən fikirləşirdim ki, fizikanı qutarıb gedəcəm ədəbiyyat fakültəsində də, anamın xatirinə dəyməmək. Amma sonra müəllimliyi sevdim. Ona görə də bütün bu danışdıqlarımızın, Ayşən xanım, bir mahiyyətində bir məsələ durur. Məsələn, biz sizlə tanış olanda siz daha gənc idiniz, hətta institutda oxuyurdunuz elə bilsən. Doğru. Biz oxucu kimi, müəllif kimi tanış olduq. Çox o görüş mənim yadımdadır, şəkillərimiz də var. Amma sonra dediniz ki, filologiyada oxuyursunuz. Mən sizi izləyirəm də, belə jurnalistikaya keçdim. Siz nə qədər öz sahənizdə irəli gedirsiniz? İşte, mən fikirləşirəm ki, bu yaxında da elə bil bu ildə nəsə mükafat almışsınız, yəni diploma layiq gördünüz. Təbrik edirəm. Təşəkkür edirəm. Yəni orada da adına, ona baxdım, Mətbuat Şurasının mətbuat günündə. Gördüm, elə sevindim ki, dedim, bax bu qız 5 ildən də xeyli vaxt keçib. Bu öz sənətini nə qədər sevir ki, bu çalışır, irəli getsin. Amma adam var ki, jurnalistikada da elə gözləyir, məsələn, müəllimlər günü gəlsin, gedim bir valideyn tapım, ondan deyim ki, məktəbdə pul yığırlar. Müəllimlər üçün, hətta indi artıq yazırlar. Müəllimlər günü gəlir də, müəllimi kim təbrik eləməlidir? Kim təbrik eləməlidir müəllimi? Sizcə? Təbrikin metodları ilə bağlı çox şagirdlər bir mənalı deyil fikirlər. Mən bir dəfə efirdə, televiziyada verilişdə oldum. Müəllimlər gündə adətən çağırırlar da kimi. Dedim ki, orada da belə sual, həmişə bu qalxıb da müəllimlər gündə müəllimlər pul yığır, nə bilim, yığmayın. Yığmayın, ay valideynlər, yığmayın. İnanın ki, heç bir valideyn müəllimdən qorxmur. Müəllimlər valideynlərdən qorxur. Müəllimlər valideynlər indi lap çox qorxurlar. Mən bir yazı yazmışam, müəllimləri qoruyaq, bir neçə ay qabaq çıxıb. Məni video çəkərlər, bir uşağa söz deyərəm, çəkər, paylaşar, bir uşaq məni təbrik eləyər, bir dəstə gülü verər, çəkib paylaşarlar, söyərlər deyir. Bu gərginliklə dərs keçirən müəllim sizə kimi yetişdirəcək? Laqeyd insanlar, cəmiyyətinə yanmayan adamlar, sevgisiz insanlar. O bir dənə müəllimi hədiyyə almışlar, üzük dərsini qutaranda ibtidai sinif müəlliməsinə. İbtidai sinif müəlliməsi də, mən məsələn
öz şagirdlərimə, bu gizlin deyil, mənim şagirdlərim bəlkə baxacaq buna məzunlarım. Valideynlər soruşurdular, müəllimlərə təbrik eləyənə. Mən ən dürüst, ən həqiqəti sevən bir müəllim kimi məni tanıyırlar. Mən heç kəs deyə bilməz ki, mən kimdənsə nəsə götürüb onun haqqını pozmuşam. Amma məni təbrik eləyən şagirdlərim olub və mən çox sevinmişəm. Məni ilk təbrik eləyən uşaq, məsələn 31 nömrəli məktəbdə işləyəndə ən kasıb ailədən olan bir uşaq idi. O məni təbrik eləyəndə bir qəribə qutu almışdı, gərək gətirərdim onu. Adi sap, iynə sap yığmaq üçün, ucuzdu bir şey. Biri gördüm, böyük bir kikə müəllim sizdə. O onu elə həyəcanla mənə verdi ki, mən də onu elə həyəcanla qəbul elədim ki, ona təşəkkür elədim. Sonra valideyn gəldi ki, o elə çox dəyərli deyildi də, nə bilim də. Mən bilirdim əslində, amma özümü elə apardım ki, o mənə yer kürəsini bağışlayıb. Dedim, Şakirin məni təbrik eləməyi, uşağın adı da yadımdadır deyəcəm. Mənim üçün çox dəyərli idi. Bu mənim üçün dəyərlidir. Mənim uşağım fikirləşib ki, şagirdim. Müəllimlər günüdür. 8 mart idi onda. Mən müəlliməmi təbrik edim. Bir dəfə efirdən bunu dedim ki, müəllimi kim təbrik eləməlidir? Şagirdləri də. Kim təbrik eləməlidir? Mənim anam müəllimə idi, biz onu təbrik eləyirdik. Müəllim olduğu üçün. Ad günündə sizi təbrik eləyən olur. Əlbəttə. Eləmi? Siz də kimisə təbrik eləyirsiniz. Bayram olanda kimisə təbrik eləyirsiniz. Nəsə hədiyyə almaq istəyirsiniz. Elə adamlar olur da. Bəli. Adi yeni ildə olsun, adi 8 Martda olsun. Niyə müəllimlər günündə müəllimi təbrik eləmək bu boyda böyük problemə çevrilir? Nə üçün? Müəllimlərin bayramıdır, rəsmi bayramıdır. Çox ölkələrdə keçirilir. İstəmirsən təbrik eləmə. Müəllim sənin uşağına balını biraz az yazacaq. Gələrsən, deyərsən ki, mənim yanımda yazdır. Buna sənin haqqın var, hüququn var, ay valideyn. Heç nədən də siz qorxmursunuz. Mən bunu 100% bilirəm. 45 il dərs demişəm, sizlə üz-üzə gəlmişəm. Yüzlərlə, bəlkə minlərlə şagird baxacaq, valideyn baxacaq buna. Bilməm, bəlkə də baxmayacaq, amma hər halda baxanlar olacaq. Sadəcə olaraq əziz müəllimlər, o sizə verən hədiyyəni siz hədiyyə kimi saxlayın. Fərqi yoxdur, indi deyəcəksiniz, pul verirlər filan, olsun da onu da hədiyyə kimi verirlər. Siz onu rüşvət kimi götürməyin. Əgər bilirsinizsə ki, o valideyn sabah gəlib sizlə qiymət davası eləyəcək, onu götürməyin. Yəni, məndə olub belə. Mən heç ona əlimi vurmamışam ki, onu qaytar get. Hətta valideyn qoyub gedib, o qalıb stolun üstündə, sinif rəhbəri gəlib onu götürüb aparıb. Günlə qalıb. Fizika müəlliməsi demək, laboratoriyam var. Laboratoriyaya yığmışam hədiyyələri, evə aparmamışam, ilin sonunacan. Mənim də öz prinsiplərim olub. Bir dəfə 11-ci sinifdə dedim ki, bəs uşaqlar qutarırsınız, indi son zəngdə yəqin müəllimlərə sinif rəhbərinizə nəsə eləyəcəksiniz də, indiyəcən heç nə eləməmsiniz, heç kimə Gülzad aladı. Biz son zəngdən danışırdıq. Dedilər ki, niyə müəllim eləmişik də? Dedim, heç mənə eləməmsiniz. Eləyənlərin hədiyyələrinin taleyini görmüşük də, laboratoriyadadır hamısı. Bildiniz? Yəni, artıq uşaqlar onu bilirdilər. Yəni, mən istəyərdim ki, bizim müəllimlərimiz dəyərli olsun, sevimli olsun. Valideynlərimiz bilsinlər ki, müəllim zəhməti çox böyükdür, çox böyükdür. Müəllimlər oxusunlar, hər şeylə maraqlansınlar. Cəmiyyəti layiqli eləyək, elə insanlar olaq ki, özümüzə layiqdir cəmiyyət quraq. Nə gözəl. Ümid edirik, dediyiniz kimi olar. Müəllimlərin dəyərli olmağından bəhs eləyirdiniz. Yenə sosial şəbəkələrdə müəllimlərin müzakirə hədəfinə çevirən bir mövzu var, müəllimlərin geyimi. Bəzi müəllimlərin geyimində xoşagəlməz yazılar olur, bəlkə də qərəzli yaxud özləri də bilmədən geyinirlər, qısa olur, müəyyən açıq geyimlərə müraciət edirlər. Bununla bağlı da bilmək istəyərdi fikirlərinizi. Buna fikrim bir mənalıdır, qızım. Bax, mən məsələn sevirəm də taxım, qolbaq, üzük, boyunbağı. Mən də məsələn bir xanım kimi, gənc kimi istəmişəm. Taxım 20 yaşım olub, 25 yaşım olub. Təbii daşları sevən adamam. İndi də məsələn hara tədbirə gedirəm, onlardan istifadə edirəm. Amma gəncliyimdən sevmişəm axı. Həmişə öz maaşımdan gedərdim özümə təbii daşlardan bəzəyiş. Onda az idi, bir dükanda satırdılar. Almaz deyə bir dükan var. Amma məktəbə taxmamışam.
nadir hallarda bir üzük taxardım nəsə. Öyle qızla çox həvəsli olmamışam, amma yəni olanı da taxmam. Niyə? Uşağın diqqəti yayınır. Fikir vermişəm ki, bir böyük özdə belə üzüyü sevərdim. Dərsdə uşaqlar mənim üzüyümə baxırlar. 30 il bundan əvvəl idi, deyim sizə ki, mən sonra onu taxmadım. Ara sıra belə nəsə. Yəni geyiminə müəllimin diqqət eləyirlər, bəli. Mən demirəm, indi müəllimlər getsinlər belə. Amma səliqəli və müəllimə yaraşan. Buna fikrim bir mənalıdır. Ay burası sallanan, ay burada parıldayan, ay bu qaşları, ay belə boyunbağlar salım, ay qoluma belə. Yox. Müəllimin yerişinə də uşaqlar fikir verir. Məsələn, mənim siniflərim olub ki, uşaqlar yaxşı təqlid edən uşaqlar olub da. Demişəm ki, məsələn, məni təqlid eləyin. Bax, elə müəllimləri təqlid eləyiblər ki, məsələn, eyni. Məsələn, birinin yerişini. Öz-özümə fikir verir. Mən də baxıram ki, bu müəllim necə edir, belə bir danışığı, ləhcəsi. Müəllimin nitqi də gözəl olmalıdır. Müəllim də, o biz aparıcıları deyirik, müəllimlər də ləhcə ilə danışmamalıdır. Oturmalıdır, günlərlə məşq eləməlidir, oxumalıdır üzündən. Xətti də gözəl olmalıdır. Mənim xəttimə jurnalda uşaqlarım baxırdı, deyirdi, müəllimə, nə gözəl xəttiniz var. Gedək biz də belə yazmağı öyrənək. Mən onlara üzündən oxumağı öyrədirdim. İndiki son illərdə lap çox öyrədirdim. Çünki ədəbiyyat fənnini təhsil sistemi atıb bir qırağa. Yazmağı, inşaları atıb bir qırağa. İnşa yazılır, amma onun qiyməti nəzərə alınmır. Bunlar hamısı uşaqların yazısına, ünsiyyətinə, dünya görüşünə təsir edən amillərdir. Müəllimlər də testlə imtahan verir, testlə qəbul olur. Sən bir bunun nitqini yoxla da, sən bir bunun dünya görüşünü yoxla. Yüksək bal yığıb, bizdə məsələn tanıdığım müəllimlər var, yüksək bal yığıb, təəccüb edirəm. Aşağı bal yığıb, elə gözəl, ondan aşağı bal yığan, elə gözəl müəllimlər var, daha aşağı bal yığıb. Adam var ki, sinifə girəndə bilir, ailə, diz otur, bilirsiniz, elə danışır, amma yüksək bal yığıb. Direktor ona dərs verməyə əsəb keçirdir, ki, mən bundan bu nitqi yoxdur bu adamın. Yaxşı repetitorluq eləyirlər, yaxşı, onlar ancaq o sahədir. Onlar yaxşı da bal yığırlar və o çətin deyil. Gedib 2 ay hazırlarsan, suallar hamısı var da orada, yığarsan. Ola bilər ki, bəziləri orada biraz diqqətsiz olur, amma zəif hesab elədiyim müəllimlər də var idi ki, zəif də yazıblar, çıxardıblar onları, düz hesab edirəm. Kimya müəllimləri də etiraz elədilər, amma kimya müəllimlərin çoxu riyaziyyatdan zəif olur. Onlar deyirlər riyazi məsələlərdir, amma riyaziyyatı, mən fizika müəllimiyəm, riyaziyyatı fizikadan da yaxşı bilməliyəm ki, həmişə də elə olub. Kimya müəllimi də riyaziyyatı 5-ə bilməlidir. O necə kimyadan dərs keçə bilər yoxsa? Mən özüm hazırlaşım, mən də repetitorluq eləmişəm bir ara, yəni. Çox minnətlə, çox xahişlə eləmişəm də, amma yəni pul həm də hamıya lazımdır. Görmüşəm uşaqlar riyaziyyatdan, məsələn, kimyadan əziyyət çəkirlər. Fizikada elə dərslər var ki, kimya ilə əlaqəlidir, bilmir. Məsələn, məsələ həlləri var, orada Faraday qanunları var, orada hesablamalar var. Niyə bilmirsiniz ki, bilməlisiniz də siz onlar? Neyse, bu mövzular çox genişdir, Ayşə xanım, çox genişdir. Mən düşünürəm ki, yenə də öz fikrimdə qalıram, müəllimləri sosial şəbəkələrdə müzakirə etməyin. Əziz jurnalistlər, sözüm sizədir. Yenə deyirəm, yazımda qeyd eləmişdim. Sizin yəqin ki, məktəbdə problemləriniz olub. Mən elə gəlir ki, bütün günü müəllimləri tənqid eləməyə həvəsli olan jurnalistlər 8 Martı müəllimlər gününü gözləyən, ilin axırını gözləyən, görüm hardan nə xəbər çıxacaq, paylaşanlar ümumiyyətlə yaxşı oxumayanlardır. Necə olub onlar 3-cü qrupa gəlib qəbul olunublar, o da sual altındadır mənim üçün. Amma əgər məktəbi sevirsinizsə, əgər təhsili sevirsinizsə, əgər cəmiyyətimizi, dövlətimizi sevirsinizsə, siz o məktəb mövzusundan yazırsınızsa, il uzunu məktəblərlə əlaqə saxlayın və təkcə valideynləri yox, o şikayət gələn müəllimin dərsinə gedin, onun dərsində bir dəfə oturun, onun haqqında başqa uşaqların da fikrini öyrənin. Həmin o şikayət edən valideynin uşağı ilə də maraqlanın. Bizim məktəbdən elə valideynlər şikayət edib ki, valla burada adam demək istəmir də, necə olmasa tamaşaçılar baxacaq.
biz yəni utanmışıq ki, biz belə bir adamla söhbət edirik, amma valideynimizdir. Amma onun şikayətinə baxıblar, bizim şikayətimizə yox. Müəllimi cəzalandırmaq hər şikayətə görə düzgün hesab eləmirəm. Uşaq hüquqlarından danışırıq, amma bir şagirdin, bir valideynin zəngi ilə müəllimi işdən çıxarılır. Bunu da Təhsil Nazirliyinə müsbət kimi baxmıram. Yəni bu düzgün deyil. Bəlkə başqa 20 uşaq bu müəllimi çox istəyir. Gör nə günə qalmışıq ki, valideynlər artıq bizi müdafiə eləməli. Yəni bu yaxşı haldır. Amma həm də niyə valideyn gəlib burada məni müdafiə eləməlidir ki? Yəni bu aranı bu qədər qarışdırmaq heç kəsə lazım deyil. Təhsil Nazirliyinə ən belə məsləhət deyim. Mən onlara məktub yazmışdım. Əslində Emin Əmrullayev təzə gələndə yazmışdı ki, bizə kömək eləməyə təkliflərinizi yazın. Mən yazdım, göndərdim. Düzdür, heç bir reaksiya vermədilər. Yazırlar, amma reaksiya vermirlər. Yəni, onlar çox maraqlı işlər görə bilərdim onlar üçün. Təqaüdə çıxacağım. Çox maraqlı təkliflər vermişdim. Amma indi ən böyük məsləhətim odur ki, o direktorları seçsin. Yaxşı direktorlar, hamısı bilir. Ona heç imtahan lazım deyil, MİQ imtahanı lazım deyil. Hər yaxşı, vicdanlı direktor, dürüst direktor bilir ki, onun məktəbində kim savadlıdır, kim savadsızdır, kim rüşvətxordur, kim uşaqlarla necə davranır. O direktorları 20, 30, 50, 100 direktoru seçmək, bu boyda işlər görüncə oranı gedib yoxlamaq, buranı gedib yoxlamaq, orada test yazdırmaq. Geçsin o direktorları yetişdirsin. Əksinə son illərdə qoyulan direktorlardan hamı narazıdır ki, rüşvətxorluq artır. Yəni bu məsələni biraz çözsələr yaxşı olar. Mən istəyərdim ki, müəllimlərimizdə, ümumiyyətlə cəmiyyətin gözəlliyini istəyirəm. Mən dövlətim Azərbaycanı o qədər sevirəm ki, fikirləşirəm onun gözəlliyi bizdən asılıdır da. Biz hərəmiz öz işimizi vicdanla yerinə yetirsək, valideyn olaraq, şagird olaraq, müəllim olaraq bizim dövlətimiz daha güclü olar. Bir-birimizi elə tənqid eləməkdən, biabır eləməkdən, sosial şəbəkələrdə müəllimin dərsini çəkib necə paylaşmaq olar? Ayıb deyə bu. Bunu ümumiyyətlə mən, sizə elə şagirdlər, elə evladlar lazımdır, mənə lazım deyil məsələn. Mənə lazım deyil. Görsən birini toyda oynayanda çəkirlər, paylaşırlar. Yazırlar ki, bu yaxşı şey deyil, yaxşı şey deyil yazanlar. Bəs müəllimin indi dərsdə hirslənib, uşağa acıqlanır. Bunu çəkib paylaşmaq nədir? Bu rüsvayçılıqdır. Telefonların dərslərə yol tapması da özü qəribədir. Mənə elə gəlir ki, o gedib o müəllimi tənqid eləməkdənsə, gedin onu çəkən uşağı, o ailə ilə maraqlanın. Görün, bu kimdir? Bu niyə çəkir? Bu necə uşaq? Mən elə uşağı istəmirəm. Elə şagirdim. Evladıma da icazə vermərəm. Mənə gələr deyər, mən gedib müəllimlə özüm söhbət eləyərəm. Amma onu çəkib paylaşmaram. Kimisə çəkib paylaşmaq, bu cinayət əslində. Müəllimlər gərək o valideynləri məhkəməyə versinlər, şikayət eləsinlər. Amma sonda yenə də məktəbi, təhsili, uşaqları, dövlətini, yəni dövlətimizin yaxşı olmağını arzulayan bütün insanları, müəllimləri təbrik edirəm. Qoy tək ömrümüzdə elə müəllimlər günü olsun. Müəllimlər gününü biz belə necə lazımdır qeyd eləyək. Müəllimlər də sevinsin. Onları xoş bir sözlə, bir gül dəstəsi ilə, bir hədiyyə ilə sevindirmək vallahi çox gözəl işdir. Və çox uzaqlarda müəllim şeiri yazmışdım. Ona 2 dəfə mahnı bəstələnib. O şeirlə müəllimlərimizi təbrik edirəm. Müəllim zəkadır, müəllim işıq. Müəllim günəşin şəfəqləridir. Müəllim gözəllik elə yaraşıq, azad könüllərin diləkləridir. Müəllim bağbandır, elə bağban ki, hər gül qönçəsində bir ömür yaşar. Müəllim loğmandır, elə loğman ki, səsində, sözündə min bir məlhəm var. Müəllim şairdir, yetirmələri onun ən mənalı şeirləridir. Müəllim bəstəkar, şagirdləri isə onun qəlb oxşayan nəğmələridir. Müəllim gözləri coşqun bir umman, nur olub səpilir həyat yoluna. Müəllim ürəyi yanır hər zaman, arzular qızınır, yanar oduna. Özü müəllim hər kəsə qiymət versə də, onun əməyinin qiyməti yoxdur. Dünyada bir insan varmı görəsən ömründə, müəllim zəhməti yoxdur. Müəllim, nə deyim sənin vəsfinə?
necə müqəddəssən, necə əzizsən. Bilirəm, nə desəm az olar yenə. Odur ki, önündə baş əyirəm mən. Bayramınız mübarək. Təşəkkür edirik, çox sağ olun. Minnətdarıq.